Salam hörmətli şagirdlər, bugün Paradoks Tədris Mərkəzində təşkil olunan OTK sınavının fizika suallarına baxırıq. Birinci qrupu izah edirik. Dördüncü qrupda birinən sualları eynidir. Situasiyasına da sonunda baxarıq. Deməli, 31-ci sualda deyir ki, S1 kondensatoru. Deməli, batareyalar, kondensator batareyası yüklənərək mənbədən ayrılıb. Ayrılmışdır deyirsə, deyirik ki, yükü sabitdir. Yükü bərabər sabitdir. S1 kondensatorun lövhə arasındakı məsafəni artırıb. S1 bərabərdir. Epsilon 0 S böl D'dir. Əgər D artıbsa S1 azalır. V1 bərabərdir. Q kvadratı böl 2S1. Q'müz ardıcıl birləşmədir. Q'lərimiz eyni olur və sabitdə ayrılmış deyir. Və S1 azalıbsa V1 artacaq. V2 də bərabərdir. V2 bərabərdir. Q2'nin kvadratı. Doğrusu Q'nun kvadratı. Q'lərimiz eynidir. Bölünsün 2 dənə S2. S2'ye bir şey eləmədiyimizə görə tutum sabitdir. Q də sabit olduğuna görə V2 sabit qalacaq. Yəni 1 artar, 2 dəyişməz. B variantı olur cavabımız. Keçirik növbəti sualımıza. Növbəti sualımız 32-ci sual deyir ki, verilmiş ideal qaz izobar sıxılır. İzobardırsa P sabitdir. Sıxılır deyirsə V azalır, T azalacaq. Deyirik V azalırsa işimiz A' bərabər P delta V qazın işi. A' V azalırsa mənfi olur. Temperatur da azalırsa delta o da mənfi olur. Və Q də bərabərdir. Termodinamikanın birinci qanunu delta plus A' olduğundan bunlar hər biri mənfidir. Q'müz də olur mənfi. Q'nun mənfi olmaq istilik miqdarının ayrıldığını göstərir. Yəni qaz xarici istilik miqdarı verir 2. Bir də ki qaz xarici qüvvələr üzərində mənfi iş görür 4. Konsentrasiya azalır. M bərabərdir. N böl V'dir. Verilmiş kütlələr kütlə sabit, say sabit olacaq. V azalıbsa konsentrasiya artar. Yəni 5 yanlışdır. Olur 2 ilə 4 cavabımız A variantı. Növbəti sualımız 33-cü sualda deyir ki, A və B dövrələrində təsvir olunan lampaların hansı közələr? Baxıb görürük ki, birinci müsbət mənfi batareya sabit cəryandır. Bu şəkildə işarə varsa bu dəyişən cəryandır. Deməli, sabit cəryan sarı qazdan keçəcək, 1 yanacaq. 2 kondensatordan keçmir sabit cəryan. Dəyişən cəryan sarı qazdan onsuz da keçir, kondensatordan da keçir. Yəni 3 dayanar, 4 dayanar. Hətta kondensatorun gərginliyindən danışırdıq, sarı qazın müqavimətindən danışırdıq, XL cəryanından və s. danışırdıq bunlardan. 1, 3, 4 cavabımız A variantı. Növbəti sualımız 34-cü sual. Sualda deyir ki, A və B nöqtələrinə qədər yerdəyişmə 4 metrdir. Yəni buradır. Üzrü sayın. O ilə yerdəyişmə 4 metrdir. Bilirik ki, bu 4'də 1 periyoddakı yerdəyişmə kök altda 2R 4 metrdir. Onda R'imiz bizim 4 bölünsün kök altda 2'dir. Deyir ki, A nöqtəsindən C nöqtəsinə qədər olan yerdəyişmə yarım periyoddur. Çevrənin diametri və yaxud da 2 radiusdur. Onda AC arasında yerdəyişmə olacaq 2R. Bu da bərabər 2 vurulsun. R'in yerinə yazmışdıq 4 bölünsün kök 2. 2'ni kök 2'nə ekstra eləsək kök 2 qalar. 4 kök 2 olacaq cavabımız. 4 kök 2 olacaq B variantı.
35-ci sualda deyir ki, alınan maksimumun diffraksiya qəfəsində ən böyük tərtibi nədən asılıdır? Düsturumuz D sinüsü bərabərdir maksimum k lambdadır. Burada k tərtibimizdir. Deməli k deyilən diffraksiya qəfəsinin periodu lambdada dalga uzunluğudur. Periyodundan asılı olacaq. Nə qədər neçə dəfə böyük olsa böyük olar. Lambdadan da asılı olacaq. İşığın intensivindən asılı deyil. 1-2. D variantı cavabımız. 36. Kalçanı qapadıqda hansı dövrdə sönməyən elektromotor əksləri yaranır? Müqavimət nəzərə alınır. Diodun tərkibində müqavimət sonsuz böyükdür, hissəsində 0 olur. Deməli, müsbətdən mənfiyə cərəyan bu istiqamətdə keçəcək. Təzədən əks keçid bura müsbət olandan sonra əks keçid bu dioddan da keçməyəcək, bir sönəndir. 3 də deməli müsbətdən mənfiyə bu istiqamətdə keçmir. Onsuz da birinci dəfədən keçməyəcək. Amma burada müsbətdən mənfiyə bu şəkildə təzədən buradan da qayıdıb bu istiqamətdə keçə biləcək cərəyan. 2 dənə diod var və diodların istiqamətləri əksdir. Birinci dəfə belə, ikinci dəfədə cərəyan bu istiqamətdə keçəcək. Yəni sönməyən olacaq. Yalnız 2-də. Sink lövhənin müxtəlif tezlikli və intensivli şüalarla şüalandırıldıqda fotoeffekt müşahidə olunur. Diaqramın nöqtələrə uyğun fotoelektronların maksimal kinetik enerjiləri arasında hansı münasibət doğrudur? Bilirik ki, fotoeffektin qanunlarından maksimal kinetik enerji tezlikdən asılıdır, intensivlikdən asılı deyildir. Onda 1 və 2-nin tezliyi eynidirsə və 3-ün tezliyi bunlardan böyükdürsə, kinetik enerjidə 1-in kinetik enerjisi 2-yə bərabər olacaq. 3 də bunlardan böyük olacaq. İntensivdən asılı deyil. Yəni cavabımız B variantı. Hansı bir istiqamət təyin olunur? I bərabərdir 7 düsturuna. Burada V-ni tapanda I bölünsün. Bu. YNS olacaq. Yəni sürət. Naqil elektronların orta sürət. 39. İzobar prosesdir, P sabitdir. Qızmadır, T artır. V də artacaq. Üzrlü sayın. V də artacaq. İkinci prosesimiz izotermik, izoxorikdir. V sabitdir. İzoxor prosesdir. V sabitdir. Qızma deyirsə temperatur artır. Deməli V sabit temperatur artırsa təzyiq də artacaq. Qazın daxili enerjisi artar. Temperatur burada da artıb. Burada da artıbsa daxili enerji artar. Ortalığa gedəcək. 1 getdi 3-ə. Qaza verilən istilik miqdarı hamısı onun daxili enerjisinin artmasına sərf olunur. Yəni iş sıfırdır. İş sıfır V sabit olan da olur. 2 gelir bura. Qaz xarici qüvvələr üzərində müsbət iş görür. Qaz müsbət iş görməsi üçün V artmalıdır, mənfi iş P delta V-də də gedir 1-ə. 3 gələcək bura. V sabit onda iş sıfırdır. Qazın sıxlığı azalır. Həcm artanda sıxlıq azalır. O bərabər M bölü V. 4-də getdi bura. Sıxlıq dəyişmir. V sabit olanda 5-də getdi bura. Yəni 1, 2, 3'ü saymalıyıq. 3, 4, 2, 5, 1. D variantı cavabımız.
Əvəzləyici qüvvəmizi görürük ki, x-a y proyeksiya eləməliyik. Bax, y var, x var. X-dakı proyeksiyası bu qədərdir. F əvəzləyicinin x-i 2-dir. F əvəzləyicinin y-i 1-dir. İndi F1-in x-i neçədir? F1-in x-i 0-dır. Əvəzləyici x-da y-də fərqi yoxdur. 1-in x-i ilə 2-in x-in vektorial cəmidir f əvəzləyicini verən. İndi f əvəzləyici x 2-dirsə, f1 x 0-dırsa, demək ki, f2 y-imiz 2 olacaq. f1 y-imiz üzrü sayın. 1-in y olacaq 2. x 0-dırsa y2 əvəzləyici 2. Y-ə gəlirik. 1-in y-i mənfi 2-dir. Mənfi 2. F əvəzləyici y 1 olmalıdır. Onda 2-nin deməli f üzrü sayın f 2-nin y-i neçə olacaq? Bu mənfi 2-dirsə, mənfi 2-dən 3-ün cəmi də geniş yazmadıq burada. 3-ün cəmi. Yuxarıda da biraz səhvlik elədik. Bu deməli f1x-imiz, bir də f2x-imiz deməkdir. f2x-imiz neçə olacaq? 2. f2x-imiz 2, f2y-imiz də 3. f2x 2, f2y 3 A variantı cavabımız. Hər hansı temperatur doyum su buxarının sıxlığı məlum olarsa, həmin temperaturda doyum su buxarının sıxlığı hansı cihazın köməyi ilə təyin ola bilər? Ümumiyyətlə, rütubət təyin edən cihaz higrometr, psixrometrlə təyin edirdik. Burada da doyan var. Doyumanı tapmaqdan ötürü higrometr lazım olacaq bizə. Aerometrdə sıxlıqdır, voltmetrdir. Gərginlik, termometr, temperatur, nanometrdəki qüvvədir. Y nöqtəsinə uyğun gələn mexaniki gərginlik möhkəmlik həddi idi. Sonra 43 bizə deyir ki, birinci elektrik sahəsinə daxil olan zərrəcik potensial enerjisinin gərginliyi asılılığını verib. Görürük ki, potensial enerjimiz artıb. Və E potensial bərabərdir Q-udur. 20 40-dan 60-a elektron voltdur. Bərabər Q vurulsun. U da 20 voltdur. Gedir bunlar. Q bərabər Y qalır. Yəni bizim zərrəciyimizin yükü bir dənə elementar yük olmalıdır və potensial enerjisi artmalıdır. İndi gəlirik cavablara. Potensial enerjinin artması üçün kinetik enerji azalmalıdır. Sürət azalmalıdır. Yəni yavaş-yavaş hərəkət etməlidir. Ya bu müsbət yük olub intensivin əksinə getməlidir, ya da mənfi yük olub intensiv istiqamətinə getməlidir. Baxan kimi cavablardan alfa olanları çıxırıq. B ilə Y çıxır. Çünki yükü 2Y'dir. A-da intensiv xəttlərin əksi istiqamətə daxil olan elektron intensiv xəttlərin əksinə daxil olursa, qüvvədə intensivin əksini Y ilə hərəkət edəcək. Bu olmaz. Sürət artar, kinetik enerji artır, potensial enerji azalır. Olmaz. Olacaq bu. Cavabımız D variantı. Deməli, proton intensiv xəttlərin əksi istiqamətində qüvvə istiqamətində təsir edən müsbət yükə əksi istiqamətində yavaş-yavaş hərəkət edəcək, kinetik enerjisi azalacaq, potensial enerjisi artmış olacaq. D variantı. Şəkil olaraq göstərə bilərik də, birinci elektrik sahəsində müsbət yükə təsir edən qüvvə budur. Mənfi yükə təsir edən qüvvə intensivin əksidir.
Müsbət yük intensivin əksinə getsə, yavaşdan hərəkət edər, belə olsa. 44. Deyir ki, şəkildə cərəyan şərtləri eyni olan düz naqilin ən kəsikləri təsvir olunub. Naqilləri birləşdirən parçaların C nöqtəsindəki yekun induksiya vektoru. Deməli, sağ yivli burğu qaydası ilə və yaxud da sağ əllə də təyin edə bilirdik bunu. Cərəyan istiqaməti düz naqildirsə, burğun irəlilənmə hərəkətini göstərəndə dəstəyin fırlanma istiqaməti induksiyanı göstərir. Görürük ki, cərəyanımız şəkildən bizədirsə, deməli burğunun birincində dəstəyi bu istiqamətdə fırlanır və C nöqtəsində də bunun toxunanı olacaq. B1 yuxarı. 2. Cərəyan bizdən şəklədir. Yenə belə bir çevrəcək. Burada yenə də yuxarı olur B2. Onda yekun B, yenə yekun B yuxarı yönəlmiş olacaq. C variantı. 45. Birinci növ çəkisi nəzərə alınmır. Bura bir dənə PX desək. Birinci PX-i tapaq. Deyək ki, bunu hardan tapırıq? Bu nöqtə ətrafında fırlanır da. Fırlanma hərəkətinin tarazlıq şərtindən. P vurulsun momentlər bərabər olmalı. 2 bərabər PX vurulsun 4. Və PX deyəcəksən bərabər buradan 0.5 P'dir. İndi reaksiya qüvvəsini deyir bizə tapan və reaksiya qüvvəsi fırlanmada iştirak etmir. O qolu sıfırdır. Və bunu irəlilənmə hərəkətinin tarazlıq şərtindən tapa bilərik. İrəlilənmə hərəkətinin tarazlıq şərtinə görə də N yuxarıdır, P də aşağıdır. 0.5 P'də, yəni PX də aşağıdır. Cəm olaraq 1.5 P'yə bərabər olacaq. Yəni cavabımız D variantı. Newton bölünsün kulun F bölgü intensivliyin düsturudur. B variantı. 47. Tənliyimiz N bərabərdir. N 0 vurulsun. 2'nin üstündə mənfi T böl T. Yəni mənfi T böl T'miz nəyə bərabərdir? Mənfi 0.5 T'yə. Mənfi T böl T'miz mənfi 0.5 T. Deməli, mənfilər getsin. T də buradan gedəndə çarpaz vurulur. 0.5 T bərabər olur 1'ə. T də bərabər olur 2. Deyir ki, bizə dəqiqə ilə verilib. Yəni 2 dəqiqə. 2 dəqiqə. Keçirik növbəti sualımıza 48. Deyir ki, ideal qazın verilmiş kütləsi üzərində gedən izoproseslər qazın orta kinetik enerjisi sabit qalıb. Deyəcəksən ki, orta kinetik enerjisi sabitsə temperatur sabitdir. Çünki kinetik enerji yalnız temperaturun asılıdır. 2 3 qat. Və deyir konsentrasiyası azalıb. Deyəcəksən N azalıbsa V artıb. Tərs mütənasibdir. N bərabər M böl V. Verilmiş kütlədə sayı sabitdir də burada. Kütlə sabit, sayı sabit. İzotermik temperatur sabitdir. V artırsa genişlənmə B variantı. 49. Üfüqi səthdə müayən tormozlanma. Demək, tormuz müddətinin düsturudur. Əzbər düsturu yazsaq T tormuz bərabərdir. V 0 bölünsün mü J. Yəni tərs mütənasib. C variantı. Verilmiş başlanğıc sürətlidir. Yəni V0 sabitdir. 50-ci sualda deyir ki, cisim sabit F qüvvəsinin təsirlə sükunət vəziyyətinə bərabər yenilikən hərəkət edir və qüvvənin gördüyü iş. İş A bərabər F vurulsun S-dir. Sabit qüvvədir. F sabit. Başlanğıc sürət 0'dırsa S-in də yerinə yenilikən hərəkətdə AT kvadrat bölü 2 yazarım. Onda A minus T'dən kvadrat asılı olmuş olacaq. E variantı. 51. Sönməyən harmonik yaylı rəqqasdır. Amplituddur. Yer dəyişmən amplitudu 2 dəfə artırsa, rəqsin XM amplitudda 2 dəfə artır. Onda VM bərabərdir. Omega XM yazsaq, omegamızın sabit olduğun
Yaylı rəqqasdır. Kök altda K bölü M-dir. Verilmiş yaylı rəqqas üçün K sıvı sabitdir. Omega sabit. Onda bu 2 dəfə artırsa amplitud Vm də 2 dəfə artacaq. Cavabımız oldu. 2 dəfə artar dedik. C variantı. Gəldik 52-ci suala. Görürük ki, R, 2R və 3R. Bunlar paralel birləşib. Paralel isə gərginlik sabitdir və R-dəki cəryan 6 amperdirsə, İ'si 2R-də cəryanla müqavimət tərs mütənasibdir. I bərabər U bölü R, U sabitdir. Olacaq 3 amper. 3R-də 3 dəfə azalacaq 2 amper. Onda yekun A2 ampermetrdə ümumi cəryan daxı bərabər olacaq burada 6, 3, 2-nin cəmi, yəni 11 amper. 53. Maye daxilində sabit sürətlə aşağı düşür deyir. Maye daxilindəki cisim aşağı bunu mg çəkir. Yuxarıya Arximetdir. Sonra da deyir ki, bu cisim V aşağı sabitdir. Sabit bərabər sürətli gəlirsə əvəzləyici qüvvə sıfırdır. Yəni aşağı çəkən qüvvələr yuxarı çəkən qüvvələri tarazlaşdırır. Aşağı gəlirsə F müqavimətimiz də yuxarıdır. Onda bizə deyir Arximet 20-dirsə, F müqavimət də 5-dirsə, onda mg'miz bunları tarazlaşdırma oldu. 25 olmalıdır ki, cisim bərabər sürətli düşsün. Gəldik növbəti sualımıza, 54-cü sual. Deyir ki, sarğazda axan cəryan işlətlərin zaman nasıl qrafik verilib, sarğazda yaranan EHG-lər eynidir. T bərabər 0-na birinci sarğacın seli verilib, ikinci sarğacın selin istəyir bizdən. EHG-lər eynidirsə, deməli, EHG-nin düsturu nə idi? EHG induksiya EHG-sinin düsturu bərabərdir. Mənfi L vurulsun delta I böl delta T. Onda birinci üçün yazanda bizə burada biraz geniş yer lazım olacaq. EHG 1 bərabərdir. Mənfi deməli L1 vurulsun. Bu birincinin EHG-sidir. EHG 1 bərabərdir. Mənfi L vurulsun. Delta i'miz I0-dan 0-a. Mənfi 0 dəsinə bununla müsbət olacaqdır. I0 bölünsün T0. İkincinin EHG-si L2 vurulsun. Bu da L1'dir. L2 vurulsun. Bu dəfə 2i0 da müsbət, bu mənfini müsbət elədi. 2i0 bölünsün T0. Bunlar bərabərdirsə, EHG-lərimiz bərabərdirsə, bunlar da bərabərləşdirəndə T0'lar gedir, I0'lar gedir. Nə qalır? L1 bərabərdir. Üzrünü sayın. L1 bərabərdir. Yazacağıq 2 dənə L2. İndi deyir ki, 0 başlanğıc anda, yəni birinci sarğazdan keçən sel 12-dir. Onda deyəcəksən ki, birinci sarğazdan keçən sel fi 1 bərabərdir. 0 anda cəryan işləti 0-dır. I0 vurulsun L1. L1'in də yerinə 2 L2 yazmışıqsa və ya da ehtiyac yoxdur. Bu deyir 12 milliveberdir. İkinci fi 2 bərabərdir. L2 olacaq və I0'ımız neçədir? i'miz başlanğıc 2i0 vurulsun. Bu dəfə də L2'nin yerinə nə yazacağıq? L1 böl 2. Yenə 2'lər gedir, I0 vur L1 qalır. Yəni bayaqkindən eyni qalır. Yenə 12 milliveber olmuş olacaq cavabımız. Yəni 54-cü sualda 12 milliveber. Keçirik növbəti sualımıza. 55-ci sual. Da buraları silirəm. Birbaşa cavabı yazıram. 54'də 12 milliveber eyni qaldı.
55'te deyir ki, şaquli yuxarı atılan cisim 20 ilə atılıb. H bərabərdir. V0-ın kvadratı böl 2G. Onda 20 metr qalxacaq bu. Və 20 metri 2 saniyə qalxacaq. Tüy qalxma da bərabər V0 böl G. Bərabərdir. V0 böl G. 2 saniyədə qalxdı. İndi bizə verdiyi 3 saniyə müddətində deyir. Bu cisim 2 saniyə demək ki, qalxacaq. Şaquli yuxarı atılan cisim üçün bu diqqət eləməyimiz gerəkən yerdə. Şaquli yuxarı atılan cisim bir nöqtədə dayanıb hərəkətin istiqamətini dəyişə bilir, hərəkəti dəyişə bilir. Ona görə deyirik ki, 3 saniyə müddətində bu cisim 20 ilə atılıbsa, 2 saniyə şaquli yuxarı qalxacaq, 20 metr yuxarı qalxacaq. 20 metr qalxdı yuxarı. Təzədən o 1 saniyə qayıdıb aşağı düşəcək. 1 saniyədə H bərabər GT kvadrat bölü 2-ni hesablasaq 5 metr bu aşağı düşəcək. 20 qalxıb 5 düşürsə onda yer dəyişməsi qalır 15 metr. Cavabımız olacaq 15 metr. Yenə silirəm, cavabı yazıram ora. Yer dəyişməni hesabladıq. Əslində uşaqlar bir şey də deyim. 55-ci sualda elə H-ın tənini yazanda şaquli yuxarı atılmış üçün və 0 təmiz şT kvadrat bölünsün 2 yer dəyişməni verir. Sadəcə izahlı şəkildə hər dəfə deyirik ki, bunu. Çünki burada yol soruşsa məsələn, nə qədər yol gedib, onda gərək biz qalxma ilə düşməyi nəzərə alaq. Yəni orada cismin bir nöqtədə dayana biləcəyi ehtimalını hər zaman diqqətdə saxlamalıyıq deyə o şəkildə izah edirik. Əslində H-ın tənliyin birbaşa H bərabərdir V0 T minus J T kvadrat böl 2 yazsaz birbaşa cavabı ala biləcəksiniz. Yer dəyişməni verir, yəni H burada yer dəyişməli. Keçirik növbəti sualımıza. 56-cı sual. Deyir ki, hansı fizik cəmiyyətlər eynidir? İkisi də protonlu yükləri, kütlələri eyni olacaq təbii ki. Lorentz qüvvələri eyni olmaz. Baxan kimi deyirəm ki, F Lorentz Q V B'dir. Biraz aşağıdan başladıq. Eyb yox. V-də eynidirsə F Lorentz. İmpulslar da eyni olmaz. MV'dir. Burada çıxdı. Radiuslar da düsturun gətirib çıxardıq. MV bölünsün QB olurdu. Sürətlər fərqlidirsə radiuslar da fərqlidir. Period bəli aslı deyildi sürətdən 2 PM böl QB idi. Q'miz sabit, M'miz sabit, B də bildiğiniz sahəsi sabitdir. Periodlar eyni olacaq. Cavabımızın biri 1 olacaq. Bucaq sürətlərdə təbii ki, periodlar eynisə bucaq sürətləri eynidir. Onda düsturun yazılır. Omega bərabərdir. Deməli, bunun tərsi olacaqdır. QB 2 olmayacaq. QB bölünsün M. Yenə M sabit, B sabit, Q sabitsə omega da sabit. Yəni cavabımız oldu dolayısıyla yolda 1, 3. Gəlirik növbəti sualımıza. 57-ci sual. Bunları silək buradan. 57-ci sualda deyir ki, yer səthinə şaquli yuxarı atılmış cismin maksimum C nöqtəsinə qalxmışdır. Atılan anda kinetik enerjisi bilirik ki, atılan anda burada kinetiki maksimaldır və 120'dir, potensial 0'dır. Onu da gəlib bu 4H üçün avtomatik yaza bilirəm. Deyirəm 4H üçün də kinetik 0 olacaq. 0, potensialda maksimum olacaq. 120. 120. Sonra bir də bizdən B nöqtəsi soruşur. A, B, A nöqtəsində soruşub, üzrü sayın buranı soruşub. Deməli, bunu da yenə geniş yazmalıyıq. A nöqtəsini biraz aşağıda yazım onda. A nöqtəsində deyərsən ki, C nöqtəsində neçə MGH-da 120 idi? 4 dənə MGH-da. C nöqtəsində 4 dənə MGH-da üzrü sayımla deməli yenə biraz geniş formada yer lazımdır bizə.
Deməli C nöqtəsində 4 dənə MGH-da potensial Y kinetik yazaq, Y potensial yazaq. Potensial 120 olursa, kinetik 0 olursa, gəlirik aşağı B nöqtəsində. B nöqtəsində 3 dənə MGH-da potensial olacaq 90, kinetik onda 30 olar. Bir də gəlirik A nöqtəsinə. Potensial olacaq A nöqtəsində bir dənə H-da olacaq 30. 30 olacaq, onda kinetik üçün qalır 90. Uyğunlaşdırmamızı aparırıq. Deyir ki, A nöqtəsində kinetikimiz dedik necə oldu A-da? Kinetik 90, potensial 30. Kinetik enerjisi 90, potensial enerjisi 30 D getdi bura. Sonra B nöqtəsində dedik ki, səhv eləmirsə B nöqtəsində dedik kinetik 30, potensial 90. Kinetik 30 da var, potensial 90 da var. AC gedəcək. Deməli C nöqtəsində AC getdi bura. Daha doğrusu B nöqtəsində AC. C nöqtəsində nə dedik? Kinetik 0, potensial 120. Kinetik enerjisi 0 olur, potensial enerjisi 120 olur. B ilə Y. B ilə Y də getdi bura. Bəli, növbəti sualımız açıq sualdır, situasiyadır. Situasiyamızda bunları yenə sildirəm buradan. Deyir ki, hündürlüğü 12 cm-dir, cismin hündürlüğü kiçik aşımız. Kiçik aşımızı verib 12-dir. Top dayıcınıza da onu da yazmalıyam. Xəyalın hündürlüyünü soruşsa mən xətti böyütməni bilməliyəm də. Deməli, cisim xəyal məsafəsini tapaq, xətti böyütməni tapacağıq. 1 bölü F bərabərdir. 1 bölü D plus 1 bölü F kiçik F. İndi yazarıq buradan 1 bölü F bərabərdir. 1 bölü 4F plus 1 bölü F. Buradan 1 bölü F'də tapanda bu tərəfə keçir 4'də 4'dən çıxanda 4'də 3F. 4F'də 3 üzrü sayın. Onda F'də bərabər olur 3'də 4F. Onda bizim xətti böyütməmiz Q olacaq. F bölü D. Bu da bərabərdir 3'də 4F bölünsün 4F'dir D'miz. Gedir bunlar, qalır 3'də 1. Q bərabər 3'də 1. 3'də 1. Q həm də bilirdi axı. Xəyalın hündürlüyünün cismin hündürlüyə nisbətidir. Xəyal məsafəsinin cisim məsafəsinə nisbəti və ya xəyal hündürlüyünün cismin hündürlüyə nisbəti bərabər 3'də 1'dir. Bu da 12-dirsə 12-dirsə çarpaz vurulacaq. H da bərabər xəyal qalacaq. Deməli, bu 12'dir. Üzrü sayın sildiksə bir dəfəlik silək. Daha səliqəli yazıq. Deməli, H böl H bərabərdir 3'də 1'dir. H'ımız istəyir bizdən 12 bərabər 3'də 1'ə. H da bərabər 3H 4 olacaq. 4 santimetr. Bu da oldu 58-ci sualın həlli. 59. Yine 59-cu sualı yazmaqdan ötürü bunları sildirəm buradan. Bunları da silim buradan, təkcə cavab qalsın. Bunları da silim, təkcə cavab yazaq bura. Neçə tapdıq H-ı? 4 tapdıq deyəsən. 4 santimetr.
İndi deyir ki bizə ilk 2 saniyədə sürətimiz 6-dır. Əslində sürətin modulu deməlidir və ya -6 deməlidir. Çünki x-oğun əksinə gəlir. Yəni yazırıq. Üzürlü sayın yenə problem oldu biraz. Deməli 59-cu sualda dedik ki, sürəti əslində modulu deməlidir. X-oxun əksinə gedir. -6-dır əslində. Onda biz modul üçün yazsaq. V bərabərdir x minus x0 böl t-də. V-ni 6 veribsə, onda biz böyük x0'dan çıxaq. X0 bölü 2'ni modulunu yazdım da bunu. Bölünsün 2. Çarpaz vururıq. Buradan çıxanda qalır x0 bölü 2'miz bərabər 12'yə. X0 bərabər 24. Deyir ki 6 saniyə müddətində. 6 saniyə müddətində bu x0 24'dən gəlib 0'a 24 metr yol gəlib. Orta sürəti deyir. Onda olacaq V orta bərabərdir. Ümumi yol 24. Ümumi zaman 6. Bu da bərabər 4 metr bölü saniyə. 59-cu sualımız. Sonra 60-cı suala keçirik. Deyir ki, sxemdəki ampermetrin göstərişi 2 amper. Deyir, kondensatorun tutumunu 2 dəfə artıqda ampermetrin göstərişi neçə amper olar? Koordinat toklar üzrə göstərməyimiz lazım. Deməli, düsturumuz dəyişən cərəyandır. I bərabərdir. U bölünsün x-i. Bu da bərabər u-nun yerinə u-m bölü kök 2 yazıb sabit götürək u-mi. X-in yerinə nə yazırdıq? 1 böl omega-si. 1 bölünsün omega-si. Qalxır yuxarı. U-m omega-si olacaq. Kök 2'miz də burada. İndi görürük ki, I ilə S düz mütənasib. Bizə deyir ki, tutumu 2 dəfə artıranda ampermetrin göstərişi neçə amper olar? Deməli, ampermetrin göstərişi 2 dəfə artacaq, olacaq. Deməli, 6 amper. I kiçik bərabər 6 amper. Koordinat tokları üzrə də göstərin deyir. I ilə S düz mütənasibliyi çəkirik buradan. Və S'yə uyğun qiymətlər yazacaqsınız. Deməli, S'də 3 amperdirsə, 2S'də 2 dəfə artıranda da 6 amper olacaq. Bu şəkildə qiymətləri yazacaqsınız. Bitəcək. Bu oldu bizim birinci qrupların izahları. İndi keçirik 4-cü qrupda situasiyalar. Deməli, deyir ki, sxemdə göstərilmiş dəyişən cərəyan dövrəsində kondensatorun tutum müqaməti x-i və eri verib ampermetrin göstərişi 4 amperdir deyir. Dəyişən gərginliyin amplitudunu dəyişmədən tezliyi artırdıqda lampanın parlaqlığı necə dəyişər? Deməli, lampa ümumi lampanın parlaqlığı tezliyi artıranda x bir kondensatorun tutum müqaməti x bərabər 1 bölü omega s'dir. 1 bölünsün 2 pi nü s. Tezliyi artıranda x azalır. Tezliyi artıranda. İndi z ilə bərabər ümumi müqamət kök altda r-in kvadratı plus x-l yoxdur deyə x-s'nin kvadratı qalacaqdır. İndi x azalırsa z də azalmış olur. Z də azalanda i bərabərdir u bölünsün z və ya u-m bölü kök 2 də yazsan vurulsun z. İndi z azalıbsa i artacaq. Yəni lampanın parlaqlığı artar.
Bu şəkildə cavabımızı da əsaslandıracağıq. Sonra keçir 89-cu sualda deyir ki, ampermetrin göstərişi 4 amper olduqda voltmetrin göstərişini tapın. Ümumi Z-i biz burada hesablamışdıq əslində, düz olaraq yazmışdıq. Qiymət olaraq da hesablasaq neçə olacaq? Z bərabərdir. Kök altda R-in kvadratı, yəni 40-ın kvadratı plus 30-un kvadratı. Buradan da 50 çıxır da. Onda Z-i də tapmışıqsa voltmetr ümumi gərginlikdir. O bərabərdir. I vurulsun Z. Bu da bərabər i'miz 4, bu da 50. Olacaq 200. Bu da 89-cu sualımızın izahı. Keçirik 90. Ampermetrin göstərişi 4 amper olduqda lampada 20 saniyə ərzində ayrılan istilik miqdarını hesablayın və koordinat oxları üzrə qiymətləri göstərməklə cərəyan asılan qrafikini də qurun deyir. Deyəcəksən ki, kondensatordan istilik miqdarı ayrılmır, yalnız rezistor R-dən istilik miqdarı ayrılacaq və nə qədər istilik miqdarı ayrılacaq? Rezistor dediyimiz üzrü sayın. Lampanın müqaməti də R. Deməli, 2 bərabərdir düsturumuz I kvadratı RT. Bu da bərabərdir. i'miz var 4-ün kvadratı. R-i tapdıq bayaq 50. Yox, R-i ümumi Z-i tapmışdıq. Biz R ilə 40-dır. Burasının T'miz də 20-dir. Bu da bərabərdir. 4-ün kvadratı 16, 4-ə vuranda 64, 2-yə də vuranda 128, 0, 0. Və yaxud da 12,8 kilojoule. Deməli, rəqəm səhvimiz yoxdur deyəsən. Q-nün i-dən asılı qrafikdə görə i-dən kvadratik asılıdır. Bu şəkildə. Sayın biraz səliqəsiz oldu. Q-nün i-dən asılı. Bu şəkildə bir qrafik verəcəksiniz. Qiymətləri də bura gətirib yazacaqsan. Məsələn, i deyir 4 olanda bura gətirib yazacaqsan 12,8 kilojoule yuxarıda yazıb. Bu da oldu 90-cı sualımızın həlli. Bu qədər. Təşəkkürlər.